Salam əziz abituriyentlər. Növbəti videoda xoş gördük sizləri. Bu gün mən sizlərə Güvən nəşrlərinin keçirdiyi sınaq 3 imtahanının fizika suallarını izah edəcəm. Sinif 11, qrup 1, variant A. 31-ci sual. Düz xətli hərəkət edən iki cismin hərəkət tərnikləri uyğun olaraq x1 bərabər 60 minus 4D və x2 bərabər x0 üstəgəl 6t şəklindədir. 5-ci saniyənin sonunda bu cismlər arasındakı məsafə 15 metr olmuşdur. Başlanğıc zaman anda bu cismlər arasındakı məsafəni hesablayın. Deməli, bu cismlər arasındakı məsafəni tapmaq üçün koordinatlarının fərqini bilməliyik. Buna görə yazırıq ki, x2 çıxılsın x1 bərabərdir 15. Və verilənləri yerinə yazırıq. Yəni x0 üstə gəlinsin 6t çıxılsın 60 minus 4t bərabər etməliyik bu ifadəni 15-ə. x0 üstə gəlinsin 6t edər bizdə 6 5-in 30 çıxılsın 60 üstə gəlinsin 4 vurulsun t də bizdə 20 eləyəcək. O da bərabər olacaq 15. x0 buradan alırıq ki 15. İndi 30 ilə 60-ın fərqi eləyər -30, -10, o üzə keçəndə müsbət 10. Aldıq ki, x0 elədi 25 metr. İndi başlanğıc zaman anında bu cismlər arasındakı məsafəni hesablayın deyir. Demək, başlanğıc zaman anında birinci cismin başlanğıc koordinatı 60 olub. İkinci cismin başlanğıc koordinatı biz indi tapdıq ki, 25 olubdur. Ədəd oxu çəkirik. Bu x oxu, bura 25, bura isə 60. Yəni, birinci cisim koordinatı 60 olan nöqtədən hərəkətə başlayıb, ikinci cisim isə koordinatı 25 olan nöqtədən hərəkətə başlayıb. Bunlar arasındakı məsafə 60 ilə 25-in fərqi olacaqdır. Yəni 35 metr. Doğru cavab C variantı. 32-ci sual. S yerdəyişmə vektorunun x, y oxları üzrə proyeksiyalarını və modulunu hesablayın. Burada baxsaq görərik ki, S vektoru x oxuna perpendikulyardır. Biz demişdik ki, vektor oxa perpendikulyardırsa, həmin ox üzrə proyeksiya sıfıra bərabərdir. Onda A, B və C variantları sıradan çıxır. S, y necə tapılır? Vektorun sonundan y oxuna perpendikulyar çəkirik. Həmin koordinatı götürürük oradan 6. Bir də vektorun başlanğıcından perpendikulyar y oxuna xətt çəkirik. Oradakı koordinatı da götürürük və bunların fərqini tapırıq. 6 çıxılsın 1, o da eləyər 5 metr. Vektorun modulu onların sx kvadratı üstəgəl sy kvadratlarının cəminin kökaltısına bərabərdir. 0-ın kvadratı üstəgəl 5-in kvadratı, o da edər 5. Doğru cavab D variantı. Növbəti video. 33-cü sual. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin 5 saniyə ərzində A nöqtəsindən B nöqtəsinə gəlib. AB qövsünün uzunluğu 30 metr olarsa, cismin yer dəyişməyə görə orta sürətini hesablayın. AB qövsünün uzunluğu bu çevrənin uzunluğunun yarısıdır. Yəni 2 pi-nin yarısı eləyəcək pi-yer. Və bu 30 metrə bərabərdir. Buradan pi 3 tapsaq buradan, biz buradan 10 metr olduğunu taparıq. Yer dəyişmənin tərifini yadımıza salaq. Trayektoriyanın başlanğıc və son nöqtələrini birləşdirən istiqamətlənmiş düz xətt parçasına yer dəyişmə deyirlər. Bu qırmızı vektor yer dəyişmədir və onun uzunluğu 2 yerə bərabərdir. Və yer dəyişməyə görə orta sürət tapanda yer dəyişməni zamana bölmək lazımdır. Yəni 2 yer bölünsün t, 2 vurulsun bizdə tapdıq ki 10'dur, t də bizdə 5'dir. Bu da eləyər 2 ilə 2, 4 metr böl saniyə. Doğru cavab C variantı. 34-cü sual. 4 metr radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin radius vektorunun dönmə bucağının zamandan asılı təndiyi fi bərabər 2t şəklindədir. Maddi nöqtənin mərkəzə qaçma təcilini hesablayın. Deməli, fi bərabər 2t'dən, yəni fi bərabər omega t'dən görmək olar ki, omeganın burada qiyməti 2'dir. Və yaxud da fi'nin törəməsi omeganı verir. 2t'nin törəməsi 2 eləyər. Mərkəzə qaçma təcilinin düsturu omega kvadratı vur r'dir. 2'nin kvadratı vur r bizdə 4'dür.
O da eləyəcək 16 metr bölü saniyə kvadratı. Doğru cavab C variantı. 35-ci sual. Kütlələri üzr istəyirəm. Kütlələri M1 bərabər 500 qram və M2 bərabər 800 qram olan iki cismin qarşılıqlı təsiri zamanı birinci cismin ikinci cisimə 0,4 Newton qüvvə ilə təsir edir. Qarşılıqlı təsir zamanı birinci cismin aldığı təcinin qiymətini hesablayın. Deməli, qarşılıqlı təsirdə olan cisimlərin bir-birinə təsir qüvvələri qiymətcə bərabərdir, istiqamətcə əksdir. Yəni birincinin ikinciyə uyguladığı qüvvə modulca ikincinin birinciyə uyguladığı qüvvəyə bərabərdir və o da 0,4-dür. Bizdən isə birinci cismin aldığı təcil soruşulur. Birinci cismin aldığı təcil A1 bərabərdir, F1 bölünsün M. F1 bizdə 0,4-dür. M1 isə 500 qram, yəni 0,5 kiloqramdır. Bu deyil 5'də 4. Yəni 0,8. Doğru cavab B variantı. Növbəti sual. Üfüqi səth üzərində sükunətdə olan verilmiş kütləli cismin F qüvvəsinin təsiri hərəkət etdirilir. Cismin təcilinin F qüvvəsinin qiymətini asılı qrafikinə əsasən onun kütləsini hesablayın. Burada görürük ki, F müəyyən bir bucaq altında yönəlir. Ona görə bu F qüvvəsinin x ox üzrə proyeksiyasından biz danışmalıyıq. Çünki cismi üfüqi səthi üzrə bu Fx qüvvəsi hərəkət etdirir. Və Fx qüvvəsi burada bir düz bucaqlı üst bucağa əmələ gəlir. Bitişik katetin hipotenuza nisbəti olduğuna görə F kosinüs alfa ilə hesablanacaq. Təcilin də burada qüvvə 50 Newton olanda cismin təcili 2 olubdur. Ona görə yazır ki, M bərabərdir Fx bölünsün A. O da bərabərdir F kosinüs alfa bölünsün A. F bizdə 50'dir. Kosinüs alfa 0,8'dir. A isə bizdə 2'dir. Bu da 0, bunu yiyir. 8, 5'in 40. 40'ı da 2'ye böləndə 20. Doğru cavab B variantı. 37-ci sual. Uzanmayan çəksiz ipdən asılmış yüklər sisteminin təcili 2 metr bölü saniyə olarsa, ikinci cismin kütləsini hesablayın. Sistemin təcilinin düsturu belə idi. A bərabərdir kəsir xətti. Burada görürük ki, M2 yuxarıya qalxıb, M1 aşağıya düşübsə, deməli M1-in kütləsi M2-nin kütləsindən çoxdur. Onun da düsturu biz belə yazarıq. M1 minus M2, M1 üstə gəlinsin M2 vurulsun J. İndi A-nın qiyməti 2'dir. M1'i biz 6 bilirik. Çıxılsın M2. Sonra 6 üstə gəlinsin M2. Vurulsun J-nin qiyməti də 10'dur. İxtisar aparsaq, burada 1 qalır, burada qalır 5. İndi çarpaz vururuq ki, hesablama aparaq. 6 üstə gəl M2 bərabər olacaq 30 minus 5 dənə M2. 5 dənə M2. İndi bu bizə keçir olur 6 dənə M2 bərabərdir 24'ə. Buradan da M2 bərabər olur 4'ə. Doğru cavab C variantı. 38-ci sual. Əvəzləyici qüvvənin sabit qiymətində cismin aldığı təcilin onun kütləsinin asılı qrafiki soruşulur. A bərabərdir F bölü M yazırıq. F sabitsə A ilə M tərs asılıdır. Doğru cavab B variantı. 39.2 eyni kütləli cismin K nöqtəsində yekun qravitasiya əsası intensivliyi hansı istiqamətdə yönəlir? Deməli, bu cismin də kütləsi M-dir, bunun da kütləsi M-dir. M kütləli cismin K nöqtəsində yaratdığı intensivlik onun özünə doğrudur. Burada da ikinci kürənin, yəni ikinci cismin yenə də mərkəzinə doğru yönəlir. Və bunların əvəzləyici vektorları təbii ki, üzü aşağı olacaqdır. Doğru cavab olacaq Y variantı. Burada cisim sözü yerinə planet soruşsaydı daha gözəl olardı. İndi eyb yox. 40-cı sual. Verilmiş kütləli kosmik gəmiyə təsir edən ağırlıq qüvvəsinin yer səthinə olan hündürlükdən asılı qrafiki hansıdır? Ağırlıq qüvvəsinin üstünü yazırıq. J, M böyüyüm R plus H-ın kvadratı. Görürük ki, F ilə H tərs asılıdır.
Burada H0 olsa belə F'in müəyyən bir F0 qiyməti olacaq deyə bu müəyyən qiymətdən tərs asılı olaraq dəyişəcək. Doğru cavab Y variantı. 41-ci sual. Cismin yer səthindən 60 metrlikdən sərbəst düşür. Cisim yer səthindən 60 metrlikdən sərbəst düşür. 3-cü saniyənin sonunda bu cismin yer səthi olan hündürlüyünü hesablayın. Biz baxaq görək 3-cü saniyənin sonunda bu nə qədər düşüb? JT kvadrat bölü 2-dən 10 vurulsun 3'ün kvadratı bölü 2 bu da eləyər 45 metr. İndi şəkil çəkirik. Bax, bu yer səthidir. Bu da bizim həmin o hündürlüyümüz 60 metrdir. Bu cisim də buradan sərbəst düşür. Sərbəst düşərək 45 metr düşüb. Bizdən isə soruşulur ki, yer səthi olan hündürlüyü, yəni bax, bu məsafəni soruşulur. Bu məsafə, buna bir H0 deyək. H0 məsafəsi 60 ilə 45-in fərqidir. Yəni 15 metr olacaq. Doğru cavab A variantı. 42. Yer səthində sərbəstləşmə təcili hansı ifadə ilə təyin edilir? Sərbəstləşmə təcili J böl R kvadratıdır. Doğru cavab D variantı. 43. İki maddi nöqtə arasındakı məsafəni 2 dəfə azaltdıqda onlar arasındakı cazibə qüvvəsinin modulu necə dəyişir? Cazibə qüvvəsinin üstünü yazırıq. J M1 M2 bölünmüş R kvadratı. Məsafəni 2 dəfə azaltdıqda kvadratik tərs funksiya olduğuna görə bu 4 dəfə artacaqdır. Doğru cavab A variantı. 44-cü sual. Yer səthindən şaquli yuxarı atılan cismin koordinatın zamanası qrafiki verilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun sürətlərin qiymətləri arasında hansı münasibət doğrudur? Demək, bu şaquli yuxarı atılıb. Bu gedir ən yuxarı nöqtədə cisim bir anlıq dayanır. Yəni, bura maksimal qalxma hündürlüyüdür. Burada son sürət 0-a bərabərdir. Və bu 1 ilə 3 nöqtələrində isə bunu tapmağın yolunu deyəcəm. Belə bir xətt çəkirsiniz. Bu xətt üzərində olan nöqtələrdə sürətlər bərabər olur. Çünki bunların ikisinin də yer səthi olan hündürlüyü eynidir. Deməli, V1 bərabər olacaq V3-ə, V2 isə burada 0-dır. Həmçinin burada impuls da deyə bilərsiniz. P1 bərabər P3-ə, P2 bərabər 0. Həmçinin burada kinetik enerjini də deyə bilərsiniz. YK1 bərabər YK2-yə və Y kinetik 2 də bərabərdir 0-a. Doğru cavab Y variantı. Verilmiş fiziki kəmiyyətlər hansının BC-də vahidi Newtondur? Çəkinin vahidi bilirik ki, Newtondur. 46-cı sual. Sərtliyi 600 Newton böl metr olan çəksiz, yəni yüksüz və yüklə birlikdə vəziyyətlər təsvir edilmişdir. Tarazlıqda olan sıxılmış yayın üzərində cismin kütləsi 3 kiloqram olarsa, yayın uzunluğunu hesablayın. Təbii ki, bu son uzunluqdan söhbət gedir. Daha doğrusu başlanğıc uzunluqdan söhbət gedir. Bu yay sıxılanda son uzunluğu 20 santimetr olur. 20 santimetr olub. Biz tarazlıq alanda biz MJ-ni, üzr istəyirəm, KX-ə bərabər eləyə bilərik. X burada uzanmadır və X indi bizim baxdığımız sıxılma məsələlərində 0 çıxılsın L-ə bərabərdir. Uzanma məsələlərində isə L çıx L0-dır. Yəni mənfi olmasın deyə deyirəm. Buradan biz X-i tapa bilərik. X bərabər olacaq MJ böl K. MJ bizdə 3-dür. J-yə vuranda 30 eləyir. K da 600-dür. Bu da eləyir 20-də 1. Yəni 0-dan %5 metr. Bu təbii ki, edəcək 5 santimetr. Vəssalam. 5 bərabərdir. E0-ı bilmirəm. Bu birisi isə 20 santimetrdir. Və buradan alıram ki, E0 25 santimetrə bərabərdir. Bu sualın cavabı A variantı olacaq. 47-ci sual. Mail müstəvi üzərində sükunətdə olan cismə təsir edən ağırlıq qüvvəsi və dayağın reaksiya qüvvəsi hansı istiqamətdə yönəlir? Ağırlıq qüvvəsi yer səthinə perpendikulyar istiqamətdə yönələcək. Bu F ağırlıq qüvvəsidir, yəni 4 istiqamətdə yönələcək. Dayağın reaksiya qüvvəsi isə dayağa perpendikulyar olmaqla şaquli yuxarı vəziyyətdə yönələcək. Yəni, bu da 2 nöqtəsi də dayağın reaksiya qüvvəsidir. Testin doğru cavabı D variantı. Növbəti sual. Kiçik deformasiyalarda elastiklik qüvvəsinin yayın uzanmasından asılı diaqramı verilmişdir. Hansı nöqtə yayın sərtliyinin ən kiçik qiymətinə uyğundur? Sərtliyin üstünü yazırıq. F bölünsün X. K kiçik olması üçün F kiçik olmalıdır. F-in ən kiçik qiyməti 1-də və ya 4-dədir. X-in
isə tərs asılı olduğuna görə x böyük olmalıdır. X-in ən böyük qiyməti ya 3-dədir, ya 4-də. Bunlar 4 nöqtəsində kəsdiklərinə görə doğru cavab B variantı olacaq. 9-cu sual. Hansı cihazlardan istifadə edərək kiçik ölçülü bir cins bərk cismin sıxlığını təyin etmək olar? Sıxlığın düsturunu dərhal yazırıq. Rho bərabərdir M bölünsün V. Və burada biz M-i təbii ki, tərəzi ilə, kütlənin tərəzi ilə ölçülür. V isə, həcmi isə menzurka ilə ölçülür. Deməli, doğru cavab olacaq 2 və 4. Yəni D variantı. 50-ci sual. Yer səthindən müəyyən hündürlükdən şaquli aşağı atılmış cismin Y koordinatın zamanası qrafiki hansıdır? Buradan görürük ki, bu cisim V0 sürəti ilə şaquli aşağı atılıb. Sərbəstləşmə təcilinin istiqaməti həmişə yer səthinə doğrudur. Sürətlə təcil eyni istiqamətdə olduqda hərəkət bərabər yeyinləşən olur. Bərabər yeyinləşən hərəkətdə də koordinatın zamanası qrafiki parabola olur. Burada Y-oxun əksinə hərəkət olduğuna görə doğru cavab Y variantıdır. Düstur isə belədir. Y bərabərdir. Y0 minus V0 YT minus JYT kvadrat böl 2. Çünki V0 bunlar ikisi də Y-oxunun əksinə yönəlib. Ona görə bunların proyeksiyaları mənfi olacaqdır. Doğru cavab Y variantı. 51. Elastik deformasiya halında yayın uclarına təsir edən qüvvənin qiymətini 2 dəfə azaltdıqda onun sərtliyi və uzanması necə dəyişir? Sərtlik K, baxmayaraq ki, F bölü X-dir. Bu sərtlik X-dan və F-dən asılı deyil. Sərtliyin asılı olduğu düstur YS böl E0-dır. Yəni, nümunənin en kəsinin sahəsindən, onun başlanğıc uzunluğundan və nümunənin növünü xarakterizə edən Young modulundan asılıdır. Deməli, sərtlik dəyişməz. F bərabər KX-a görə uzanma ilə qüvvə düz asılı olduğuna görə əgər qüvvənin qiyməti 2 dəfə azalarsa, uzanma da 2 dəfə azalar. Doğru cavab A variantı. 52-ci sual. Ağırlıq qüvvəsi və cismin çəkisi üçün Euler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Ağırlıq qüvvəsi, cismin çəkisi, ikisi də qüvvədir və ikisi də vektorial kəmiyyətdir. Ona görə bir ortaya gedər. Ədəd qiyməti dinamometr ölçülür. Bəli, qüvvələr dinamometrlə ölçülür. Sərbəstləşmə zamanı cismin çəkisi sıfıra bərabər olur. Cismin yer tərəfindən cəzb olunduğu qüvvəyə ağırlıq qüvvəsi deyilir. Beləliklə 4 olacaq burada. Üçüncü bəndə 1, 2, sağa isə 2. Yalnız 3 olacaq. Doğru cavab B variantı. 53-cü sual. Açar sözlərdən müəyyən ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Çevrə üzrə hərəkət edən maddi nöqtənin vahid zamandakı dövrlərin sayıdır. Bu dövrlərin sayı dövrətmə tezliyidir. 3 bura gedər. Və bir tam dövrətmə periodu maddi nöqtənin çevrə üzrə tam bir dövrünə sərf etdiyi zamandır. 4 olacaq burada. Sonra bucaq sürəti dönmə bucağının, yəni fini bu dönməyə sərf olunan zamana nisbətidir. Bu da getdi. Xətti sürət maddi nöqtənin çevrə üzrə hərəkəti zamanı sürətinin moduluna deyilir. Burada gedəcək 1. 3, 4, 2, 1. 54-cü sual. Düz xətli hərəkətdən verilmiş kütləli cismin yol zaman tənliyi S bərabər 4D kvadratı şəklindədir. Cismə təsir edən əvəzlədici qüvvənin qiyməti 40 Newton olarsa, cismin kütləsini kiloqram ilə hesablayın. Deməli, burada belə də yazmaq olar. Burada təcil necə tapılır? S-in törəməsi bizə V-ni verir. Biz 4D kvadratından törəmə alırıq. Bu eləyir 8D. İndi aldıq ki, V bərabər 8D. Bu nəyə oxşuyur? Təbii ki, V bərabər AT-yə. Deməli, burada A 8-dir. Ümumiyyətlə, bu kvadrat məsələlərində bu üstdəki kvadrat qabaqdakı ədədə vurulanda təcil olur. Məsəl üçün, 3D kvadratındaydısa, onda məsələn təcil 6 olacaq. Bunu biləsiniz. Deməli, A 8-dir. Newton ikinci qanunu yazırıq. M bərabərdir. F bölünsün A. F-i bizə 40 Newton verib. A-nı da 8 tapdıq. O da eləyəcək 5 kiloqram. 55. İpdən asılmış cisim şaquli yuxarı istiqamətdə bərabər təcillə qaldırılır. İpdə yanan gəlmə qüvvəsi ağırlıq qüvvəsindən 1,2 dəfə böyük olarsa, yükün təcilini hesablayın.
Deməli, yazırıq ki, düstur bərabərdir. M, J üstə gəlinsin A. Yuxarıya gedəndə üstə gələ olur, aşağıya gedəndə çıxa olur. Və bu deyir ki, 1,2 MJ-yə bərabərdir. Və buradan M-lər ixtisar aparaq. J üstə gəl A bərabərdir 1,2 J. Və buradan A bərabərdir 0,2 J-yə. Və J-nin qiyməti 10 veribdir. 0,2-ni 10-a vuranda eləyəcək 2. Doğru cavab 2 metr böl saniyə kvadrat. 56-cı sual. Düzxətli hərəkət edən cismin sürətinin modulunun zamandan asılı qrafiki verilmişdir. 1 və 2 nöqtələrinə uyğun cismin sürətinin və cismə təsir edən əvəzləyici qüvvənin modullar arasında hansı münasibət doğrudur? Yenə də bu xətlər çəkməklə görürük ki, bir nöqtəsinə uyğun sürət 2 nöqtəsinə uyğun sürətdən modulca böyükdür. Ona görə V1 böyükdür V2. Doğru cavab bunlardan 3 olacaq. Onda 1, 2 səhvdir. 1 böyükdür 2-dən. İndi təcil necə tapılır bəs? Təcil A bərabərdir. Delta V böl delta T'dir. A bərabərdir. Delta V bölünmüş delta T'dir. İndi bizim birinci qrafikdə, yəni birinci hərəkətdə delta V böl delta T'yə baxaq. Birinci hərəkətdə cisim sürəti V0-dan başlayıb 2T0 müddətindən sonra sürəti olub 0. Yəni delta V'si birinci hərəkətdə V0-a bərabərdir. Delta T'si isə 0-dan 2T0-a gəlib. Yəni 2T0-a bərabərdir. Gəlin onda A1-i hesablayaq. Delta V böl delta T. Yəni modulda təbii ki yazırıq. Bu moduldadır. Bu eləyəcək V0. Delta T eləyəcək 2T0. İndi gəlin A2-ni hesablayaq. A2 hesablayırıq. A2 də sürəti 0-dan başlayıb T0 müddətindən sonra sürəti V0 olub. Deməli, delta V2 V0-a bərabərdir. Delta T isə 2T-dən T0-a kimidir. Yəni, delta T2 isə T0-a bərabərdir. Onda gəlin A2-ni hesablayaq. Delta V böl delta T, yəni V0 böl T0. Və mən görürəm ki, A2 A1-dən 2 dəfə çoxdur. F də bərabər MA olduğuna görə, deməli, F-lə də A düz asıladır axı. Ona görə F2 də 2 dənə F1-ə bərabər olacaq. Yəni, F2 böyükdür F1 olacaq. Doğru cavab olacaq 3 və 4. 57-ci sual. Uyğunluğu müəyyən edin. Deməli, şaquli aşağı istiqamətdə hərəkət edən liftin sürətinin modulunun zamanlaması qrafiki verilib. 0-dan T1-ə bərabər yeyinləşən hərəkətdir. Cisim də aşağı hərəkət edilmiş. Demək ki, yeyinləşən hərəkətdə təcillə sürət eyni istiqamətdədir. Ona görə də birinci halda liftin təcili şaquli aşağıdır. 1-ə A variantı gedir. Sonra ikinci halda bərabər sürətlə gedir. Bərabər sürətlə hərəkətdə təcil 0-dır. Və aşağı hərəkətdə çəki bu cüsündən hesablanır. Bura birinci hal deyək. M, J minus A. Yəni, bu təbii ki, sükunətdəki çəkidən kiçikdir. Liftdəki sərnişin çəkisi sükunətdəki çəkisindən kiçikdir. 1-ə gedər A və C. İkinci hissədə bərabər sürətlə hərəkət etdiyinə görə təcil 0-dır. Təcil 0 olanda da ikinci hissədə cismin çəkisi MJ-yə bərabərdir. Yəni, sükunətdəki çəkiyə bərabərdir. 2-yə gedər D variantı. İndi gəldi sonuncuya. Burada görürük hərəkət bərabər yavaşayandır. Cisim əvvəldən zaten aşağı gedirdi. Yavaşayan hərəkətdə isə sürətlə təcil əks istiqamətdədir. Deməli, təcil burada yuxarıyadır. Təcil yuxarıya istiqamətdədir. Deməli, aşağıya yavaşayan olduğuna görə M, J üstəgəl A olur 3-cü halda. Aşağı, yadınızda saxlayın. Aşağı ümumiyyətlə düsturlarda MJ minus A, MJ plus A bunlar normal bərabər yeyinləşən hərəkət üçündür. Yavaşayan deyəndə bu işarəni əksinə dəyişməlisiniz. Deməli, üçüncüyə gedəcək B, bir də liftdəki sərnişin çəkisi onun sükunətdəki çəkisindən böyükdür. Təbii ki, bu ifadə MJ-dən böyükdür.
Y variantı da bura gedir. Və nəhayət gəldik, çıxdıq ətraflılara. Yəni həlli tələb olunan suallara. Cismi yer səthindən 30 metr saniyə sürətlə şaquli yuxarı atıblar. Cismi götürüblər V0. 30 metr saniyə sürətlə şaquli yuxarı atıblar. Uyğun zaman intervalını göstərilməklə ilk 5 saniyə ərzində bu cismin necə hərəkət etdiyini yazın. Təbii ki, bu cismin qalxma müddətini tapaq, ondan sonra fikirlərimizi yazaq. V0 bölü G 30 bölünsün 10, o da edər 3 saniyə. Deməli, bu cisim ilk 3 saniyə qalxacaq ən maksimal qalxma hündürlüyünə kimi. J aşağı olduğuna görə, sürətlə təcil aşağı olduğuna görə ilk 3 saniyə cisim bərabər yavaşan hərəkət edəcək. Sonra bu nöqtədə son sürət 0 olacaq, sonra başlayacaq sərbəst düşməyə. Sərbəst düşən cismin hərəkəti yeyinləşən hərəkətdir. Son 2 saniyə isə bərabər yeyinləşən hərəkət edəcək. Uyğun düsturda yaza bilərik ki, V bərabər V0 minus GT, sürət get-gedə azalır. Sərbəst düşəndə də yazmaq olar ki, V bərabər GT. Bu da bizim uyğun düsturlarımız. 59-cu sual. 50 sm uzunluqlu çəksiz ip, mən ipin uzunluğu deyəndə hər zaman deyirəm ki, onu radius kimi düşünün. Kütləsi 100 qram olan cisim bağlanmışdır. Cismin də kütləsi 100 qramdır, yəni 0,1 kiloqramdır. Cisim şaquli müstəvidə fırladaraq çevrə üzrə 3 metr saniyə sürətlə bərabər sürətlə hərəkət etdirilir. Trayektoriyanın ən aşağı nöqtəsindən keçən anda ipdə yanan gəlmə qüvvəsinin modulunu hesablayın. Deməli, ən aşağı nöqtədə olanda bu ipə ağırlıq qüvvəsi təsir eləyəcək, mg, və ipdə yaranan gəlmə qüvvəsi bu qüvvənin əksinə olacaq təbii ki. O çevrənin mərkəzinə doğrudur. Və burada da təbii ki, təcil də bilirsiniz ki, çevrənin mərkəzinə doğrudur. Onda MA bərabərdir. A əgər T istiqamətdədirsə, deməli T MG-dən böyükdür. Ona görə T-dən biz MG-ni çıxmalıyıq. Buradan T bərabər olacaq. MA üstə gəlsin MG. Buradan T-ni tapanda olur M A üstə gəl J. Və bu təcili necə tapaq? Təcili çevrə hərəkətdə bildiyimiz düsturla yazmalıyıq. V kvadratı bölünmüş R. V bizdə 3-dür. 3-ün kvadratı böl. R də 2-də 1-dir. 3-ün kvadratı 9 eləyir. Böl 2-də 1. O da eləyər 18. 18. Gətirib yerinə yazırıq. Deməli, T bərabərdir. M bizdə 0,1-dir. Vurulsun 10. Üstə gəlsin üstə gəlsin 18. O da eləyir 0,1 vurulsun 28. O da eləyəcək 2,8 Newton. Sualın cavabı olacaq 2,8 Newton. 60-cı sual. Eyni istiqamətdə düz xətli bərabər sürətlə hərəkət edən iki avtomobilin başlanğıc zaman anında vəziyyətləri təsvir edilmişdir. Başlanğıc anında bunlar arasındakı məsafə 50 metr olub və V1 30 metr saniyə və V2 20 metr saniyə olarsa, ilk 10 saniyə ərzində avtomobillər arasındakı məsafənin zamanası qrafikini çəkin. Deməli, görürük ki, birinci cisim 30 ilə gedir, ikinci cisim isə 20 ilə gedir. Və bunlar bərabər sürətlidir. Deməli, bu birinci cisim nə vaxtsa gəlib ikinci cisimə çatacaq. Bunun çatma müddəti bu üstünə hesablaya bilərsiniz. T bərabərdir. Bunlar arasındakı məsafə bölünsün. Bunlar eyni istiqamətdə gedir. Bunların fərqini tapmalısınız. Əgər qarşı-qarşıya gəlsəydilər, bunlar toplayacaqdınız təbii ki. Deməli, olacaq 50, 30 çıxılsın 20. Bu da eləyir 5 saniyə. Deməli, ilk 5 saniyə ərzində bu cisim gəlib bu cismin yanından keçəcək. Yanından keçəndə bunlar arasındakı məsafə 0 olacaq. Sonra bunun sürəti çoxdur axı, davam edir. Sonra başlayıb bunu ötüb keçəcək. Deməli, bu qrafik belə olacaq. Baxın.
S-in, bu belə deyək də, delta S-in T-dən asılı qrafiki. Başlanğıc zaman anında bunlar məsafə 50 idi. Məsafə azalıb azalıb 5 saniyə sonra 0 olacaq. 5-ci saniyənin sonunda yenə bu məsafə artacaq. Bu qrafik bu şəkildə olacaq. Beləliklə, əziz abituriyentlər, güvənin bu gün keçirdiyi sınaq imtahanının fizika suallarını izah etdik. Sonda kanala abunə olub dostlarınızla paylaşmağı unutmayın. Sağ olun, gələn dərslərdə görüşmək ümidi ilə.